Salam, hər vaxtınız xeyir olsun. Dəyərli tamaşaçılarımız, ekrana yaxın əyləşin ən son məlumatı diqqətinizə çatdırmaq istəyirəm. Xəbərə keçməzdən əvvəl studiyamızın hazırlanmasında göstərdikləri peşəkar dəstəyə görə Prem reklam şirkətinə xüsusi təşəkkürümüzü bildiririk. Qeyd edək ki, vinil, baner və çap xidmətləri ayın sonuna dək endirimlə təklif olunur. Keyfiyyətli və operativ reklam həlləri axtarırsınızsa, Prem reklam doğru ünvandır. Bununla yanaşı qrafik, dizayn işləri, banner, çap və digər reklam məhsulları ilə bağlı sifarişiniz varsa müraciət edə bilərsiniz. Çap işi daxil olmaqla münasib və ucuz qiymətlərlə peşəkar şəkildə həll edilir. Keyfiyyət, operativlik və sərfəli qiymət hamısı bir ünvanda. İndi isə xəbərə diqqət yetirək. Sosial şəbəkələrdə yayılan görüntülər sadəcə bir küçə alveri hadisəsi deyil. Bu, dövlət orqanlarının vətəndaşa münasibətinin ciddi sual altına aldığı bir nümunədir. Belə bir kobud davranış ilə tənqidlərə tuş gələn həmin şəxs Sumqayıt şəhər icra hakimiyyətinin istehsal və xidmət sahələri sektorunun baş məsləhətçisi vəzifəsində çalışan Samir Bədəlovdur. Bəli, küçədə icazəsiz alma satan şəxs səhv edir. Bununla bağlı heç bir mübahisə etmir. Qanun var, qayda var və bu qaydalara hamı əməl etməlidir. Lakin burada əsas problem satıcı deyil. Əsas problem Sumqayıt İcra Hakimiyyətinin nümayəndəsinin davranışıdır. Görüntülərdə biz nə görürük? Bir icra hakimiyyətinin nümayəndəsi gəlir, özünü hakim, prokuror və məhkəmə kimi aparır. Adamın mallarını yığdırır, maşınına doldurur və aparır. Bu nədir? Bu qanundurmu? Yoxsa küçə soyğunsuluğudur? Heç bir icra hakimiyyətinin nümayəndəsinin, heç bir bələdiyyə işçisinin, heç bir məmurun vətəndaşının malını yerindəcə bu artıq sənin deyil deyib müsadirə etmək səlahiyyəti yoxdur. Bu artıq cərimə deyil, bu artıq qayda tətbiqi deyil, bu açıq-aşkar səlahiyyətindən sui istifadədir. Əgər satıcı qaydanı pozubsa, protokol tətbiq olunmalıdır, rəsmi xəbərdarlıq edilməlidir. Lazımdırsa, qanuna uyğun cərimə yazılmalıdır. Məhkəmə qərarı olmadan heç kim onun malını götürə bilməz. Bəs burada nə baş verir? İcra hakimiyyətinin nümayəndəsi sanki öz şəxsi mülkü kimi davranır. Almaları yığdırır, aparır, sakinlərindir deyir. Bu nə deməkdir? Hansı sakinlər, hansı qərarla, hansı sənədlə, hansı hüquqi əsasla? Bu artıq dövlətin adından danışan şəxsin vətəndaşın mülkiyyət hüququnun tapdalanmasıdır. Biz sual edirik, bu almalar hara aparıldı? Kimə verildi? Kim nəzarət etdi? Bu proses sənədləşdirildimi? Əgər bu belə davam edəcəksə, sabah hər hansı məmur istədiyi dükanını, istədiyi vətəndaşın malını sən qaydanı pozmusan adı ilə götürüb apara bilərmi? Burada nəticə açıqdır, satıcı səhv edib. Buna görə məsuliyyət daşımalıdır. Amma icra hakimiyyəti nümayəndəsi daha böyük səhv edib. O, qanun tətbiq etməyib, öz başına hərəkət edib. Dövlət məmuru gücünü nümayiş etdirmək üçün yox, qanunu qorumaq üçün oradadır. Əgər qanunu pozanla mübarizə aparırsansa, özün də qanunu pozmalısan. Diqqətiniz üçün minnətdaram. Allaha əmanət olun. Növbəti videolarımızda görüşənədək. Sağ olun.